Tərifi verilməsi ən çətin olan anlayışların başında din gəlir. Dinin mahiyyətini izah etməyə çalışanlar əsasən teologiya, dinlər tarixi, fəlsəfə, sosiologiya və psixologiya kimi müxtəlif elm sahələrinə mənsub mütəxəssislər olmuşdur. Müasir qərb alimləri tərəfindən dinə bir-birindən fərqli tərifləri verilmişdir. Bu təriflər əsasən fərdi təcrübə ilə yanaşı, zehni, hissi, təabbüdi və ictimai ünsürlərdən ibarət olan 5 ünsürdən birinin və ya bir neçəsinin ön plana çıxarılması əsasında formalaşdırılmışdır. Fərdi təcrübədən kənarda qalan bu 4 əsas ünsürü bu şəkildə izah etmək mümkündür. 1. Zehni ünsür. İnsanın özündən üstün bir güc və qüdrətin mövcudluğunu zehni olaraq qəbul etməsidir. İlah anlayışı və ya daha ümumi ifadə ilə müqəddəs anlayışı bütün dinlərin mahiyyətində yer alan əsas ünsürdür. 2. Hissi ünsür. Zehni olaraq varlığı qəbul edilən bu üstün güc və qüdrətə qarşı qəlbdə duyulan bağlılıq hissidir. 3. Təabbüdi ünsür. Zehni olaraq varlığı qəbul edilən və qəlbən bağlanılan uca qüdrətə qarşı müəyyən davranışları yerinə yetirmə öhdəliyidir. Buna davranış faktoru da deyilir və ümumi mənada ibadəti və ya qulluq vəzifələrini ifadə edir. 4. İctimai ünsür. Eyni zehni, hissi və təabbüdi ünsürləri paylaşan insanların formalaşdırdığı sosial qrupdur.